Bu arada onu da qeyd edək ki, verilişimizin əsas dəstəkçisindən biri də VEKA şirkətidir. VEKA əsl Alman keyfiyyətini Azərbaycana gətirdi. Alman profillərini yalnız VEKA-dan əldə edə bilərsiniz. VEKA şirkəti ən güvənli və ən etibarlı, məsələ VEKA profillərindən hazırlanmış qapı pəncərə sistemlərini sizə təqdim edir. Siz də özünüzün və doğmalarınızın həyatını qorumaq istəyirsinizsə, təhlükəsizliyini təmin etmək istəyirsinizsə, onda Alman keyfiyyəti olan VEKA profillərindən istifadə edin. VEKA ən keyfiyyətli profillər. Belə bir rəy mövcuddur ki, pəncərə üçün münasib sayılan PVX profili qapılardan ötürü yararsızdır. VEKA şirkəti bu yanlış fikri dağıtmaq niyyətindədir və ADEKA şirkətinə məxsus olan orijinal detalları ilə bəzədilmiş Softline profildən olan geniş qapılarını təqdim edir. Sadə şüşə ilə işlənmiş dekorativ elementlər öz gözəlliyi ilə diqqəti cəlb eləyir. Mənzil və ya həyat evinin sahibi bu elementlərin hər cür naxışını və rəngini seçmək iqtidarındadır. ADEKA panelləri öz rəngləri ilə VEKA profillərinə tam uyğun gəlir və Softline sisteminə rahatlıqla daxil edilir. Qapının istehsalında etibarlı germetizasiyanı təmin edən xüsusi yapışqanlardan istifadə olunur. Metala bərkidilmiş və bir-birindən eyni məsafədə yerləşən çərçivəyə tam sıxlığını və yelin olmamasını təmin edir. Müasir Avropa furniturunu xüsusilə vurğulamaq lazımdır. Mərkəzi və əlavə rigelləri olan çox kilidli qıfıldan başqa, bu qapının istehsalında maqnit qıfıldan da istifadə olunub. Bunun sayəsində kilitləmə asan və səssiz olur. Beləliklə, Softline profillərindən olan qapılar aydın göstərir ki, bu profil sistemlərindən düzəldilmiş qapılar təhlükəsizlik, dizayn və gözəllik cəhətdən metal qapılardan heç də geri qalmır. Beləliklə, bu tipli qapılar bağ və şəxsi evlərin sahiblərinin zövqünü oxşaya bilər. Pəncərələr sadə, pəncərələr tağ şəkilli, dairəvi şəkilli, qapılar, ştulplu qapılar, VEKA profilinə nə istəsən düzəltmək olar. Hər nə istəsən düzəltmək olar. Vertikal şüşələndirmədən danışırıqsa, burada sizə təqdim etdiyimiz VEKA slide qalxan və aralanan qapılardır. Burada biz iki əsas laydan ibarət konstruksiya görürük. Prinsip etibarilə bu cür laylar 4-ə qədər artırıla bilər. Bu qərarla 6 metrə qədər uzunluğu və sadə quruluşda 2 metr 20 santimetr, ağ quruluşda isə 2,5 metr hündürlüyü olan boş aranı bağlamaq olar. Bu konstruksiya VEKA slide qalxan və aralanan sistem adlanır. Gördüyünüz bu konstruksiya qalxan və aralanan sistemdir. Bu sistem ona görə qalxan və aralanan adlanır ki, onu açanda qulpu yavaşça çevirirsiniz
və sistemin bir layı insan gözü üçün bir o qədər də hiss olunmayan millimetrdən də az qalxır və xüsusi rezlə asanca sürüşür. Bu elementin ağırlığına, iriliyinə və etibarlılığına baxmayaraq, o bir qulpla idarə olunur. Və VK Slide sisteminin qurulduğu evdə insana lazım olan səviyyədə açılmağı təmin etmək üçün istənilən vəziyyətdə fiksaja salınır. VK şirkəti plastik pəncərənin adi darıxdırıcı dördbucaq olmadığını sübut elədi. Bu tanınmış şirkətin istehsal etdiyi profillərdən qeyri-adi konstruksiyaların hazırlanması və inanılmaz dizayn ideyalarının həyata keçirilməsi mümkündür. VK profilindən olan müxtəlif rəngli pəncərələr orijinal şüşə paketləri, şprosla bəzədilə bilər. Şproslar şüşə paketin daxilində və ya xaricində quraşdırılan dekorativ elementlərdir. Onların vasitəsilə pəncərə segmentlərə bölünür və klassik görkəm alır. Məsələn, VK şirkətinin istehsalı olan və yapışdırılmış şprosları ilə bəzədilən Ermitaj pəncərəsi Sankt-Peterburqda yerləşən qış sarayının pəncərələrini tam təkrarlayır. Pəncərəyə içərisi segmentlərə bölünən, lakin əslində bütöv olan bir şüşə paketi yerləşdirilib və bu paket hər bir hissəyə ayrı-ayrı kiçik şüşə paketləri yerləşdirilmiş kimi görünür. Softline profilindən hazırlanan və dekor şüşə ilə bəzədilən giriş qapısı dekorativ şüşə elementlərlə işləmələrin daha bir istifadə növünün nümunəsidir. Adeko panellərinin rəngləri VK profillərinə uyğundur və Softline profil sisteminə asanlıqla daxil olunur. Beləliklə, şüşə istehsal edən şirkətlər mənzil və bağ evləri üçün təkrar olunmaz qapı və pəncərələrin hazırlanmasında geniş imkanlara malikdir və bir çox maraqlı həllər təklif edir. Verilişimizin bu məqamında, əziz tamaşaçılar, istərdik sizə məsələ VK profillərindən istifadə olunaraq pəncərələrin quraşdırılmasını sizə göstərək və hazır görüntünü sizə təqdim edəcəm. Amma öncəliklə xatırladaq ki, maraqlı bir bölgəmizdəyik, Azərbaycanın dilbər güşələrindən birindəyik və hansı bölgədə olduğumuzu az sonra açıqlayacağım. Siz diqqətlə izləyin, çünki VK profillərindən ən keyfiyyətli pəncərələr necə görsənir bir yerdə görəcəksiniz. Son zamanlar bölgələrə səyahətimiz daha da artıb. Bugün də Cənub bölgəsində Masallı rayonundayıq. Belə bir möhtəşəm binanı ancaq VK profilləri bəzəyə bilər. Gördüyünüz kimi biz Masallı rayonundayıq və bu regiona uyğun qırmızı kərpişdən orijinal bir formada tikilmiş binanın pəncərələrini VK profillərindən vermişik. Pəncərələri də binanın formasına uyğun olaraq oval formasında yığmışıq və yenə də burada VK profillərinin keyfiyyətini və Avropa aksesuarları ilə pəncərələri yığmışıq və gördüyünüz kimi pəncərələr bax belə alınır. Bu arada onu da qeyd edək ki, verilişimizin əsas dəstəkçisindən biri də VK şirkətidir. VK əsl Alman keyfiyyətini Azərbaycana gətirdi. Alman profillərini yalnız VK-dan əldə edə bilərsiniz. VK şirkəti ən güvənli və ən etibarlı məsələ VK profillərindən hazırlanmış qapı pəncərə sistemlərini sizə təqdim edir. Siz də özünüzün və doğmalarınızın həyatını qorumaq istəyirsinizsə, təhlükəsizliyini təmin etmək istəyirsinizsə, onda Alman keyfiyyəti olan VK profillərindən istifadə edin. VK ən keyfiyyətli profillər.